Bu arada Təbrizli varzışkarlardan bir tedadı Şibli ucalıqlarında paraglidерlə uçmağı tercih vermişdilər. İstəyirəm take-off eləyəm, be qovlu məruf pərvaz, uçam. Qanadı ki, uçsuz adı nə mən? Adı paragliderdi, ورزش paragliderdi və bir dənə هواپیمای فوق سبکdi. که جنس parçaydı, خاص bir çarçubu yoktu. Arzuy bəşər pərvazmış, uçmaqmış. خب بشری که arzusuna yetişse fikrim de onun üstünde bir hissi olmuyor. حس فوق‌العاده لذت بخشیده، احساس نشاط eləyirəm. Bu işə gələndən احساس edirəm ki, dünyanın o vabastəgilərindən ayrışmışam və Allaha yaxıntar olmuşam. Nə hissi var kayıt səfari? Məsələn ki, çox ləzzətlidir və gərək də istəyəsən yaxçı bu hissi biləsən, özün də gəl uçasan tapa biləsən. Təqribən bu paraglider 2 il yarımdır bizim Təbrizdə fəaliyyət edirlər uşaqlar. Əvvəldə çox az tədadla başladıq. Bəli, kol dünyada ki bu səri pişrəfti vardı. Bizim ustandə da yaxşı pişrəft eləyibdi. İntibən 70 nəfərimiz bu 2 ilin içində amuzuş görüblər. 40 dənə ilə 45 dənə qanatımız var ki, uşaqlar hamısı himmət eləyib, qəşəng pərvazlarımız vardı. Bu vərəçin müsabiqəsi də var. Bunların 3 dənə müsabiqəsi vardı. Bir diqqətli ki, bir dənə bir dairə bir çəkərlər bir yerə, oranı imtiyaz bətliq elərlər. Xələbanlar üstdən uçarlar, gələrlər, o nisbət o vəsətə ki otururlar, oradan ta fasilə açırsan, müsabiqəyə diqqət deyərik. Bir dənə o müsabiqəsi vardı, bir dənə də məsafət gedərlər, cross country deyərlər, məsafət uçarlar, bir nöqtədən nöqtəyə gedərlər. Bir daha da ki, akro müsabiqəti var ki, suyun üstündə məmulən bunu da icra elərlər. Məsud eldi ha. O istihabə eləyir. Haber